dostlar, Mage baxırsınız. Növbəti buraxılışımızda hər birinizi xoş gördük. Musiqi sərhəd tanımayan bir dildir. Aydın məsələdir ki, hər dövrün, hər nəslin öz sevimli janrı var. Bəs maraqlıdır, bugünkü gənclər hansı musiqilərə qulaq asırlar, hansı janra üstünlük verirlər? Bugün Mike'da bundan danışacağıq. Dime qué es lo que pasa, bebé, vente pa' mi casa. Dime qué es lo que pasa, bebé, vente pa' mi casa. Yo te espero sin nada. Dime qué es lo que pasa, yo quiero desacatarme contigo, papi. Perder el control contigo, papi. Dime, yo te digo, papi. Ay, papi, ay, papi. Ay, contigo yo me pierdo. Como un topo me tienes dando vueltas, baby. Dando vueltas, baby. Ay, a sentirte suavecito así. Déjame sentirte suavecito así. Pégate, pégate a un ladito de mí. Pégate, pégate a un ladito de mí.
DJ Hüseyn və akordeon ifaçısı Xəyal Əliyev qonağımızda. Xoş gəlmisiniz. Çox Xoş sağ olun, gördük. salamlayırıq. Biz bugün DJ mədəniyyətindən və necə DJ-lər gənclərin belə sevgisini qazanıb o mövzunu müzakirə etmək istəyirəm. Əvvəlcə gəlin bir qədər əvvəl eşitdiyimiz ifanızın tarixçəsi barədə danışaq. Bizim Cəbiş müəllim filminin musiqisi üzərində çalışmısınız. Onu yeni nəfəs vermisiniz bir növ. Niyə məhz bu filmin musiqisi, niyə bu formada? Çox gözəl bir sualdır. İcazə ver mən başlayım. Buyurun. Bu bir gözəl proyekt karantindən əvvəl yaranmışdı. İdeya gəlmişdi daha doğrusu. Müxtəlif tədbirlərdə işləyəndə, həmçinin də Gənclər İdman Nazirliyinin tədbirlərində orada hiss eləmişdim ki, bizim sırf remix olan milli musiqi ilə olan bizim alətlərimiz olan həmin o musiqidə treklər tamamilə doğru yoxdur. Yoxdur. Ona görə elə qərara gəldim ki, bir albom üzərində işləyim, həmin o albomu çıxardım. Və mənə bir insan lazım idi ki, mənə dəstək olacaq. Çünki biz DJ-lər bizim musiqiçilərlə necə deyim sizə, əlaqəmiz yoxdur. Həmçində necə ki, musiqiçilərin DJ-lərlə həm necə deyim, arası yoxdur, həm də anlayışı yoxdur. Ümumiyyətlə DJ dünyası nə baş verir orada, necədir. Elə oldu ki, həyatımda bu insan gəlib çıxdı. Bəli. Həmçinin də mən də Samir bəy. Həmin bu insan Xəyal bəy hər şeyə baş saldı, dəstək oldu, musiqiçiləri tapdı, onların adlarını da çəkəcək. Kim bu belə deyim də albom üzərində həm dəstək oldu, həm işlədi və böyük bir uğur qazandıq. Çünki həmin bu mahnılar təkcə Azərbaycanda yox, indi xaricdə də dinləyirlər, qulaq asırlar. Başqa belə layihələriniz var? Filmlərimizdən götürdüyünüz Həm musiqini. filmdən, Albomda nələr var? Həm klassik musiqidən və yenə də mən Tufan Records və başda Bəli. Tufan bəylə və Xəyalla təşəkkürü bildirirəm. İndi Cəbiş müəllim də bu haqqda inşallah danışacağıq Xəyal. Xəyal, buyurun. Deməli biz Samir bəylə bu proyektimiz necə baş tutdu? Samir bəylə danışdıq, necə eləyək, hansı ifa olsun. Samir bəy mənə trek göndərdi, bir beat göndərdi. Mən onun üzərində improvizasiya axtarırdım, nə ifa eləyək falan belə musiqi və bir səs yazma atdım Samir bəy ki, Samir bəy tapmışam. Cəbiş müəllim, kino filmindən musiqi, bu özüdür, bu olacaq. Yarım saata biz onu studiyada yazdıq. Yarım saat ərzində, yəni bu proyektimiz, bizim sırf Cəbiş müəllim kino filmindən olan musiqimiz yazıldı Tufan Records-da və çox uğurlu həqiqətən. Hətta Ibizada deyəsən hansısa tədbirdə bizim musiqidən istifadə eləmişdilər. Klubda ifa olunmuşdu. Orada ən çətin məqam odur ki, musiqiçilər üçün şəxsən, indi Xəyalda təqsir edəcək, improvizədir. Çünki sən original sample ifa edirsən, oradan sən improvizə eləməlisən. O bizim dilimizdə DJ-lər üçün də o biz perixod eləyək də yamadan çıxmaq üçün, keçid eləmək üçün. Tamamilə İlk doğru. növbədə musiqini göstərib, sonra ortada yama hissəsində sən özün zövqü, öz musiqi, Rəng qatırsan, bəli. Yəni improvizasiyanı göstərməlisən orada. Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi müxtəlif konsert proqramlarında, tədbirlərdə iştirak edirsiniz. Bəli. Yəni daha doğrusu rəsmi tədbirlərin konsert proqramında iştirak Həm edirsiniz. protokol, həm konsert. Aha. Və belə başa düşürəm ki, gənclərlə sıx əlaqədəsiz, Çox. təmasdasınız. Onda necə deyə bilərsiniz, necə cavab verə bilərik bu suala? Gənclər daha çox hansı janrlara üstünlük verir və necə ümumiyyətlə gənclərin sevgisini necə qazanmısınız? Nəyə görə ifaçılardan daha çox DJ-ləri sevirik? Əlbəttə ki, hər şey xarici ölkələrdən gəlib çıxır bizə və bugünkü gündə birinci yerdə olan demək olar ki, janr hansı ki, indi bütün DJ-lər ifa eləyir, bu Afro House-dur. Aha, Bu bəli. melodik Afro House-dur, bəli. Pop Afro House-dur. Həmçində mən qeyd edərdim, Afro House bizə biraz yaxındır. Çünki orada elə alətlər var ki, bizim alətlərimizə çox bir bənzəyir, oxşayır. Səsləri milli musiqimizin Tamamilə doğru. alətləri ilə, milli Bunu alətlərlə bəlkə də səslənir. performanslarınızın, layihələrinizin, ifalarınızın bir sözlə dinamikliyi ilə də əlaqələndirmək olar. Akordeonla DJ fəaliyyəti necə bir sintezdir ümumiyyətlə? Fəaliyyətiniz, yaradıcılığınız dövründə nə qədər çox bir-birinizlə əlaqədəsiz, birlikdə çıxış edirsiniz və necə qarşılanır bu? Biz Samir bəylə bəlkə də 9-10 ilə yaxındır bir-birimizlə münasibətdəyik, dostluq edirik həm proyekt olaraq, həm tədbirlərdə. Bizim son tədbirimizdə də
xor hətta bizim proyektdə də var idi. Samir bəyin proyektlərində xordan da istifadə eləmişik və həmçinin akordiondan da olan bizim treklərdə. İndi yenə olacaq inşallah. Bir neçə treklər var, hazırlayırıq. Burada əsas önəmli olan, yenə deyirəm, o yama hissəsində Samir bəyin bizə ötürdüyü bitdə olan enerji, dinamika, necə deyim, mən özümü hiss elətdirir ki, mən burada nə etməliyəm, yəni zövqümə uyğun hansı improvizasiya etməliyəm. Və bitlərin akordionla uyğunluğunu Samir bəy çox ideal şəkildə yığıb trekləri. Yəni onun üçün də mən çox rahat olur, yəni Samir bəylə işləmək həqiqətən. Hətta sözünüzə qüvvə gətirin. Burada bir məqam var, o çox gözəl onu qeyd elədiniz. Bu proyektdə bir məna var. Bir məna yox, müxtəlif mənalar var, amma əsas olaraq məna odur ki, musiqiçi özünü göstərsin. İfadə eləsin. İfadə, improvizə və s. Yəni Samir bəyin bizə verdiyi treklərdə onu biz hiss eləyə bilirik ki, Samir bəy bizdən nə istəyir. Xəyal bəy, bildiyimiz qədərilə bəstəkar mahnılarına da yer verirsiniz, repertuarınızda ifa edirsiniz. Bizə onlardan birini ifa edə bilərsiniz? Tofiq Quliyev Zibeydə ifa etmək istəyirsiniz? Bəli. Buyurun, dinləyək. Repertuarınızda trend mahnılara nə qədər yer verirsiniz? Və hər trend mahnını keyfiyyətli, özünüzə uyğun, gənclərimizə uyğun, ölkəmizə uyğun hesab edirsiniz? Mən çox böyük fikir verirəm buna, açığı. Mən buna böyük fikir verməliyəm. Çünki özünüz bilirsiniz, müxtəlif sosial platformalarda, bəli, Instagram olsun, TikTok olsun və s. Orada 30 saniyəlik o musiqilər populyar olurlar. Bəli. Və bizim kimi insanlar hansısa bir commercial belə bir konsertdə onu ifa eləməliyik. Bəli, onu ifa eləməliyik. Hətta 30 saniyə olsa belə o olmalıdır, yəni orada. Yəni həmin musiqinin 30 saniyəsi sevilirsə, o 30 saniyəni Samir bəy hansısa bir trekin içində verməlidir. Yəni o çətindir həqiqətən. Sualınıza cavab odur ki, baxmayaraq ki, trenddir, onu az da olsa, qusok da olsa verməliyik.
kiçik Və bir hissəsi üstünlük də olsa verir orada. olmalıdır. Bəli, bəli. Klassik mahnılarımızdan necə? Bu. O biraz bilirsiniz belə mövzudur ki, çox müzakirə olunur. Siz burada damara deyirsiniz. Və köhnə nəsil, ümumiyyətlə köhnə nəsil olmasa da gənclər arasında da olur ki, bir qrup insan var ki, düşünürlər ki, orada çox incə bir xətt var. Hansı ki, siz o mahnının orijinallığına dəyməməlisiniz. Mən musiqiçi deyiləm Bəli. və sizdən istəyirəm bunu mənə izah eləyəsiniz ki, o orijinallığı necə qorumaq olar ki? Çox böyük bir məlumatdır. Mən sizə bir söz deyim ümumiyyətlə. Mən öz işimin peşəkarıyam. Amma ki, bu klassik aid olan bu şey janr olaraq bu tamamilə fərqli başqa bir dünyadır. Bəli. Ona görə Koroğlu uvertürası, Min bir gecə, nə bilim, həmçində Sarı gəlin və s. Çoxdur. Bayatılar, Bəli, çoxdur. O musiqini minusu yığmamış əvvəl mən professionallara müraciət eləmişdim. Siz elə Olarmı? Olar ya da olmaz. danışmağa başlayanda verilişin ilk dəqiqələridir. Mənə dediniz ki, o mənlik deyil. Mən mütləq professionallarla işləməliyəm. Çünki müğənnilərlə DJ-lər o qədər də əlaqədə, təmasda Əlaqədə də bir deyil. qırağa. Mən başa düşürəm ki, mən bunu ilk növbədə Azərbaycanı təmsil etmək üçün eləyirəm. Çünki bunu xaricilər dinləyəcək və suallar verəcəklər. Və mən o dərəcədə bunu düzgün qaydada eləməliyəm ki, sabahları mənə söz gəlməsin. Bəli. Və burada artıq professionallar mənə dəstək oldu. Xaricilər demişkən beynəlxalq layihələrdə iştirak edirsiniz. Əlbəttə. Bax, reaksiyalar necə olur? Ən maraqlı məsələlərdən. Tüklər bız-bız olur. Necə başa salır sizə? Xüsusilə də klassik bizim Bəli. Həmçində bilmirəm indi çox güman ki göstərərik verilişdə həmin o Koroğlu uvertürasını biz Şəhriyar İmanovla ifa eləmişik. Dövrdən. Xorla bir yerdə, Bəli. ansambllə bir yerdə. Orkestr, xor, Şəhriyar İmanov, Samir bəy, yəni çox möhtəşəm proyektdir həqiqətən. Bəli. Yəni mən özüm universal bir proyekt oxşuyur. Çünki həm xor, həm Şəhriyar İmanov. Bəli, özüm yəni o proyektin içində olduğum halda belə izləyəndə yəni prosta şokda idim ki, yəni nə baş verir? Yəni çox ideal proyekt idi həqiqətən.
Əslində belə məsələlərdə yaxşı uğurlu bir layihənin ərsəyə gəlməyində yaxşı dostluq münasibətləri təməlində Çox dayanır. vacibdir. Bir-birimizi başa düşmək tamamilə doğru. Mən bunu buradan hiss elədim artıq və 10 illik dostluğunuza güvənərək bunu deyirəm. Mən ilk növbədə Koroğlu barədə icazə versəz danışaram. Ümumiyyətlə Koroğlu necə yarandı birinci dəfə? Bizim əməkdar artistimiz Akşin Abdullayevin konserti idi Heydər Əliyev sarayında və 2 gün qalmış konsertdə Akşin məni əlaqə saxlamışdı ki, Sayım, mən açılış eləmək istəyirəm və mən bu açılışı necə gözəl və partlayış olaraq eləyim, fərqli olsun, həm musiqi janrında, amma klassik olmalıdır. Orada da mən təklif elədim, gəl bəlkə Koroğlu vertürasını hələm ifa eləyək. Cəsarətli addımdır. Bəli, ilk 2 günə hazırlıq möhtəşəm bir konsert keçdi. Orada da mən başa düşdüm ki, bu musiqi bu janrda. Çünki adi bir musiqi biz eləyəndə o 1 ildən, 2 ildən sonra bəlkə yadda çıxar. Amma ki bu klassika, bu ömürlük qalacaq. Bir şey də qeyd eləmək istəyirəm. Biz işlədiyimiz Records label'la, Mundin Records, bu xarici label'dır, amma rəhbəri Azərbaycanlıdır. Məhz ona görə bizim musiqi xaricdə indi birinci yerdədir. Daha çox platformalarda göstərilir, daha böyük auditoriyaya çıxır. Tamamilə doğru. Bu da əslində milli musiqimizin təbliğatıdır bir növ. Bir uğurudur. Bizim Cəbiş müəllim filmindən hazırladığınız layihənin tərkibində, yəni onun yanında başqa layihələriniz də var, hansı ki bunlar bir albom altında cəmləşib. Orada başqa kimlər çalışır? Orada Samir bəy icazənizlə Samir bəyin həmin albomunda, proyektində biz Yallı var, Sarı Gəlin, Bayatılar, Qal Sənə Qurban, Min bir gecə var idi. 7 gözəl, 7 gözəl, bəli, Koroğlu verturasından. İfaçılarımız orada bizim əməkdar artistimiz Toğrul Əsədullayev, kamançı ifaçımız Qal Sənə Qurbanı ifa etmişdi, bəli. Yallıda Fəqan Ələsgərov, Məqsəd Əzizov başqa bir proyektimizdə Samir bəyin proyektində ifa edib. Miras. Bəli, Miras. Min bir gecə baletindən Fikrət Əmirov orada Passion Strings, Səid və Emin onlara təşəkkürümüzü çatdırırıq hamımıza, bəli. Arzu xanım Xarı Bülbül. Çox gözəl bir proyekt. Bəli, bəli. Arzu xanım Həsənli ifa etmişdi orada bizdə. Plus Koroğlu verturasında Akşin Abdullayev, bəli. Şəhriyar İmanov və orada Dövlət Xor akapellasından seçib yığmısınız. Ən güclü kadrlar yığırız. Tamamilə doğru. Unikal bir komandadır. Ümid edirik ki, elə belə də davam edərsiniz. Uğurlarınız bol olsun. Çox sağ olun. Belə dostlar, bir buraxılışımızın da sonuna gəlib çatdıq. Maykda başqa hansı mövzular görmək istəyirsiniz? Elə bu barədə bizə sosial şəbəkələrimiz vasitəsilə yazmağı unutmayın. Sağ olun.